Salam, hər birinizi salamlayıram. Mən riyaziyyat müəllimi. Bugün sizinlə qaldığımız yerdən davam edirik. Bugünkü mövzumuz müxtəsər vurma düsturları. Müxtəsər vurma düsturların əslində biz kvadrat tənliklər, kök dərsi və s. kimi dərslər keçəndə mən sizə izah etmişdim. İzah etməmişdim, daha doğrusu onların içərisində göstərmişdik bəzi tətbiqlərdə. Həmin hissələri başa düşməyənlər artıq bu mövzudan sonra başa düşəcəklər. Gəlin çox vaxt itirmədən mövzumuza giriş edək. Deməli, ilk əvvəl ortaq vuruğun mötərizə xaricinə çıxardılması, yəni bəsit bir anlayış haqqında öyrənək. Burada nədir? Biz ortaq vuruq axtarırıq. Baxırıq, birinci sualda AX üstəgəl BX-ə ortaq olanlar nədir? X-dir. Yəni, mən X-i mötərizənin kənarında qoya bilərəm. İçəridə burada A qalır. Üstə gəlinsin, burada da B qalır. Aydındır. Ortaq məxrəci bu şəkildə çıxartdıq. İkinci sualda baxıram ki, hər ikisinin tərkibində 6 var. Baxın, burada da var, 18-də də var. Çünki 6 vurulsun, 3 də 18, düzdür. Yəni, mən bunu yazsam, 3 vurulsun, 6 vur. X-in kubu, üstə gəlinsin, 6x-in kvadratı. Gördüyün kimi, hər ikisində 6 vuruğu var. Eynən, mənimə x da var. X hətta yox, x kvadratı var dostlar. Çünki bu x-in kubudur, bu x-in kvadratıdır. Hər ikisinin tərkibində x kvadratı var. Yəni biz 6x kvadratın mötərizə xaricinə çıxarda bilərik. Burada qalacaq 3, 3 6 18. X kvadratını da nəyə vursaq x-in kubu eləyər? Bəli, x-a. Yəni içəridə qaldı 3x, üstə gəlinsin 1. Burada hamısı çıxıb görürsünüz. 6x-in kvadratı olduğu kimi çıxır. Ona görə 1 qoyuruq yerinə. Baxın, vurub açanda 6x-in kvadratını 3x-ə vuranda 18x-in kubu edir. 6x kvadratını 1-ə vuranda isə 6x-in kvadratı edir. Bura baxaq. 2 ortaqdır. 6-nın da içində 2 vuruğu var. X da ortaqdır. Hər ikisində var. Deməli, 2x-i çıxartdım. Burada x qalır. Baxın, 2 çıxıb, x-in 1-i çıxıb, 1-i qalır içəridə. Çıxılsın 3, 6-nın içindən 2 vuruğu çıxdı, 3 qaldı. X da gedib, burada qalıb y. Baxarıq, indi bura. 21x kubu, y kubu. Çıxılsın 7x kvadratı, y kvadratı. Bərabərdir. 7 hər ikisində var. X kvadratı da hər ikisində var və eyni zamanda y kubudur bu. Y üstü 4'dür. Deməli, y kubu da var hər ikisində. İçəridə qalıb 3, x, 7 üçün 21, x kvadratını x-ə vururuq, x-in kubu, y-in kubu da olduğu kimi buradadır. Elə bil, burada y-in yerinə vurulsun 1'dir. 3x-i 1'ə vuranda onsuz da 3x etdiyi üçün 1'i yazmır. Çıxılsın, 7 çıxıb, x kvadratı çıxıb, y kubu, bu y üstü 4'dür. Deməli, bizim bir dənə y-imiz içəridə qalıbdır. Bu misalları, əgər həqiqətən yenə də bu hissəyə qədər başa düşməmisinizsə, artıq müəllimlə qarşılıqlı bu misallardan çoxlu işləyə bilərsiniz. Öz müəllimənizdən, məktəb, istəyir hazırlıq müəllimənizdən sizə bu tipli misalları çoxluca işlətməyini xahiş edə bilərsiniz, hətta tələb edə bilərsiniz, əgər zəifsinizsə. Keçək bura, baxırıq, burada x plus 1, x plus 1 ortaqdır və mən mötərizə xaricinə x plus 1-i mötərizədən çıxardıram. İçəridə nə qalır? Burada a qalır, a. Üstə gəlinsin, burada da b qalır. Deməli, bu şəkilə gəldi. Keçirəm bu misala. Burada mən görürəm ki, a ifadəsi var. İçində də görürsünüz. A var. Deməli, ən kiçik a-nın özüdür. Deməli, mən a-nı çıxarda bilərəm. A-nı çıxartdım. Burada a kvadratı qaldı. Elə bil, 1'i çıxıb, x-i qalıb. Üstə gəlsin, 3a qaldı. İkisindən 1'i çıxıb, 1'i qalıb. Üstə gəlinsin, kökdə 3 və salam. Bura baxırıq. Burada artıq nə görürəm mən? Burada müəllimə 4'ündə də eyni olan bir şey yoxdur axı. Bəli, 4'ündə də eyni olan bir şey yoxdur. Ona görə mən bu səfər nə edəcəm? Deyəcəm ki, yaxşı, gəl x-in 1, x-in 1 götürək. Baxıram ki, mx ilə my-i, ny ilə də nx-i 1 götürə bilərəm.
Bərabər də qoyuram. Burada m'lər eynidir. M'ləri çıxartdım. X üstəgəlsin y qaldı. Üstəgəl. Buradan da n'ləri çıxartdım. Yenə x plus y qaldı. Və x plus y baxın, hər ikisində ortaqdır. Deməli çölə x plus y çıxır. İçəridə qalır m üstəgəlinsin n. Aydındır? Aydındırsa keçək növbətiyə. Bu hissəyə. Deməli, burada baxıram. YZ, XZ. Gəlin yoxlayaq. X kvadratı və mənfi x'in Y. X-ı çıxartsam, burada qalacaq X çıxılsın Y. Üstə gəlinsin. Burada da Z-i çıxartsam, nə qalacaq? Y çıxılsın X. Gördünüz? Baxın, X-i çıxartdım. X çıxılsın Y, Z, Y çıxılsın X. İndi mən baxdım ki, bunlar bir-birinin tərsidir, əksidir. X çıxılsın Y, Y çıxılsın X. Buranı mənfiyə vursam mən, yəni X, Y qalsın. Çıx Z, Y, X çıxılsın Y. Baxın, mənfiyə vurdum. Müsbətidir, mənfi elədim. Baxın, bu heç bir şey dəyişmir. Çünki siz buranı açsaz, Z-i mənfi X-ə vursaz, nə etmiş olacaq? Müsbət mənfi ZX, düzdür? Burada da siz mənfi ZX-ə vursanız, mənfi ZX eləyəcək. Və yaxud mənfi Z-i mənfi Y-ə vursanız, müsbət ZY yazacaqsınız. Burada da ZY-ə vuranda müsbət ZY yazacaqsınız. Aydındır? Yəni mənfiyə vurmaq, buna görə biz onun əksini vurduq, rahat şəkildə yazdıq, çünki məna dəyişmədi. Bərabərdir. Baxdım ki, X çıxılsın Y ortaqdır. Çıxartdım ortağı və qaldı içəridə X çıxılsın Z. Bu hissələr biraz praktika tələb edən hissələrdir dostlar. Ona görə mütləq şəkildə praktika etməyiniz çox vacibdir bu dərsi başa düşmək üçün. Biz bu hissəni başa düşdük. İndi keçək bu müxtəsər vurma düsturlarını, bizə hazır verilən düsturların izahına. Bizə gəlin müxtəsər vurma düsturları ilə tanış olaq. İlk əvvəl sizə iki ifadənin kvadratlar fərqi düsturu ilə tanış etmək istəyirəm. Düsturumuz belədir. A kvadratı çıxılsın B kvadratı bərabərdir. Həmin bu ifadələrin fərqi onların cəminə, hasilinə bərabərdir. Yəni, biz burada nə görürük? İfadə A-dır, B-dir. A-nın kvadratı, B-nin kvadratı. Həmin bu A-B-nin fərqi və həmin A-B-nin cəmi şəklində yazılır. Məsələn, x kvadratı çıxılsın y kvadratı. X çıxılsın y, vurulsun, x üstə gəlinsin, y şəklində yazılacaq. Aşağıdakı sual, 25 nəyin kvadratıdır? Gəlin baxaq. Bu 5x-in mötərizə kvadratıdır. 25 x-in kvadratı edir. Çıxılsın 6y-in mötərizə kvadratı. Buradan da yenə kvadratları qoyduqda qırağa görürük ki, ifadəmiz 5x çıxılsın 6y vurulsun onların cəminə. 5x üstə gəlinsin 6y etmiş olacaq. Növbəti sualda kök altında y üstə gəl kök altında 2 bərabərdir 7 olarsa bu misalın həllini tapın deyir. Sizə əvvəlcə bir başqa misal göstərmək istəyirəm. Daha sonra isə bunun həllini sizə deyəcəm. Deməli, sualımız belədir. Sual. 3 çıxılsın A kvadratın necə yazarıq? 3, dostlar, kökdə 3-ün kvadratıdır. Çıxılsın A kvadratı. Aydındır? Yəni, kökdə 3-ün kvadratı 3 edir də. Biz bu düstur şəklində açmaq istəyiriksə, mütləq ki, onun nəyisə kvadratı şəklində yazmalıyıq. Deməli, kökdə 3 çıxılsın A, kökdə 3 üstə gəlinsin A şəklində yazılacaq. İndi bu veriləni bizdən daha doğrusu soruşulanı mən yazım bura. Amma necə yazım? 2-nin ortaq nə idi? 2-nin mötərizə xəricinə çıxartsam, içəridə qalacaq y çıxılsın 2. Aşağını da olduğu kimi köçürdürəm. Yuxarıya baxıram ki, bu y çıxılsın 2-ni belə yaza bilərəm. Kökdə y-in mötərizə kvadratı çıxılsın, kökdə 2-nin kvadratı.
Aşağıda kökdə y çıxılsın kökdə 2. Bərabərdir. 2 vurulsun. Baxın, bu kvadratların fərqi düsturu ilə yazsaq, kökdə y çıxılsın kökdə 2, kökdə y üstə gəlinsin kökdə 2 şəklində yaza bilərik. Aşağıda da kökdə y çıxılsın kökdə 2 var. Bununla bu ixtisar gedəcək. Kökdə y üstə gəl kökdə 2-nin də bizə qiymətini 7 verib. 2 vurulsun 7 bərabərdir 14. Müəllimə, bəs bu bizim ağlımıza hardan gedəcək? Dostlar, bunların sizin ağlınıza getməsi üçün siz çoxlu praktika etməlisiniz. Misal tipləri ilə tanış olursunuz dərs izahında, daha sonra isə praktika vasitəsilə öyrənmiş olacaqsınız. Keçək buradakı bu sualımıza. X-in qiymətini verib, Y-in qiymətini verib və bizdən bunu soruşur. Deməli, gəlin bunu AB fərqi kimi yazaq. Yəni A kvadratı çıxılsın B kvadratıdır bu. Bu zaman nə olur? X üstə gəlinsin Y, üstə gəl X çıxılsın Y, bunların cəmi. Fərqləri isə X üstə gəlinsin Y, mənfi X plus Y. Mötərizələrin açılma qaydasına əsasən mən yazdım bunu. Aydındır. Deməli, buradan Y-lər gedəcək, buradan da X-lar gedəcək və bizə qalacaq 2x vurulsun 2y. O deyiləcək 4xy. Biz bu x-y-i necə tapa bilərik? X-y-i də yuxarıda x-la y verilib bizə. Həmin onların hasilinə baxaraq x-y bərabərdir. Kökdə 7 üstə gəl kökdə 3 vurulsun. Kökdə 7 çıxılsın kökdə 3. Vurub açırıq müəllimə 1, 1. O uzun variantdır. İndi dostlar, gəlin fikir verək. Hər ikisi eynidir. Baxın, eyni ədədlərin fərqi və cəmidir. Deməli, bu kvadratlar fərqidir. Bu kökdə 7-nin kvadratının kökdə 3-ün kvadratı fərqi düsturuydu. 7 çıxılsın 3 bərabərdir 4. X-y-imiz də 4 etdi. Gedirik, x-y-imizi yerinə yazırıq və beləliklə cavabımız 16-nı alacağıq. İndi keçək növbəti düsturlarımıza. Burada sizinlə iki ifadənin mötərizə kvadratın cəmi və fərqinə baxacağıq. Yəni artıq ifadənin mötərizə kvadratından söhbət gedir. A üstə gəl B-nin mötərizə kvadratı, birincinin kvadratı, hətta ikincinin kvadratı və həmin ədədlərin hasilinin ikimisli şəklində yazılır. A çıxılsın B-nin mötərizə kvadratı isə eyni odur, sadəcə çıxılsın 2AB şəklində yazılır. Bu haradan gəlir? Yəni nəyə görə biz bunu belə yazırıq? A üstə gəl B-nin kvadratı nə deməkdir dostlar? Yəni 2 dənə A üstə gəl B-nin bir-birinə hasili. Düzdür? Necə ki 4-ün kvadratı 2 dənə 4-ün hasilidirsə, sağ tərəfə baxın, bura yazmışam. Hə. A üstə gəl B-nin də mötərizə kvadratı 2 dənə A üstə gəl B-nin hasilidir. İndi biz bunu vurub açaq. A kvadratı üstə gəlinsin AB, üstə gəlinsin yenə AB, üstə gəlinsin B kvadratı. Görün nə olacaq? Bəli, A kvadratı üstə gəl 2AB, üstə gəlinsin B kvadratı. Görürsünüz? Bizə həmin düsturu verdi. İkincisini yoxlayaq. A çıxılsın B, vurulsun A çıxılsın B, bərabərdir A kvadratı mənfi AB, mənfi AB, üstə gəlsin B kvadratı. Və cavabımız A kvadratı minus 2AB üstə gəlinsin B kvadratı. Bunlar bizim düsturlarımızın gəlişidir. Yəni, düsturları əzbərləyənə qədər bu metodla yadınızı saxlaya bilərsiniz. Təbii ki, düsturları artıq bir müddətdən sonra sizin özünüzdən asılı olmadan da əzbərlədiyinizi görəcəksiniz. Keçək indi misallar üzərində işə. Baxırıq, 4x üstə gəl 5-in mötərizə kvadratı. Nə edirdik? Birincinin kvadratı. 4x-in mötərizə kvadratı. Üstə gəlinsin. Birincinin və ikinci həddin hasilini 2 misli. Üçüncü isə 5-in ikinci həddin kvadratı. Nə aldıq? 16x-in kvadratı üstə gəlinsin 40x, üstə gəlinsin 25. Növbəti misal burada yazırıq. M-in kvadratı çıxılsın 2 vurulsun M, vurulsun 2N-in kvadratı.
Baxın, ikinci ifadə 2-nin kvadratıdır, birinci ifadə m-dir. Üstə gəlinsin ikinci ifadənin, yəni 2n-in kvadratının kvadratı bərabərdir. M kvadratı çıxılsın 4m-n-in kvadratı, üstə gəlinsin 4n üstü 4 almış olduq. X üstə gəlinsin, x bölü 7-nin mötərizə kvadratı. Yenə birincinin kvadratı üstə gəlinsin. 2 vurulsun, x vurulsun, x bölünsün 7. Üstə gəlinsin, ikincinin kvadratı. O da etdi x kvadratı, üstə gəl 2x kvadratı bölü 7. Üstə gəlinsin, x kvadratı bölünsün 49. Sonra digər misal. Üstə gəl b-nin mötərizə kvadratı. Bu iki misal buraxılış səviyyəsində, hətta qəbul səviyyəsində suallar da deyə bilərik. Universitet qəbul proqramından danışıram mən. Ona görə diqqətlə dinləyək. A üstə gəl b-nin mötərizə kvadratı və yaxud da kvadrat tənlikləri yeni keçmirsinizsə məktəb kitablarında. Bu isə sizə çətin və düşündürücü gələ bilər. Çox normaldır. Bu isə sizə çətin və düşündürücü gəlməməsi üçün əvvəl izah etdiyim misallar tiplərindən çox işlətməlisiniz. Hələ onlar haqqında çox misallar yazmalısınız. Onları bərkitdikdən sonra bunlar sizə daha asan görünəcək. A üstə gəl b-nin mötərizə kvadratı bərabərdir 4ab. Gəl bunu biz açaq. A kvadratı üstə gəl 2ab üstə gəl b kvadratı bərabərdir 4ab. 4ab-ni də bu tərəfə keçirsək, alarıq ki, mənfi 2ab üstə gəl b kvadratı bərabərdir 0. Bu bizə bir düstur açılışıdır. Hansı düstur? A çıxılsın b-nin mötərizə kvadratı bərabərdir 0. Deməli, biz buradan alırıq ki, a çıxılsın b bərabərdir 0. Bu da nə deməkdir dostlar? Yəni, a bərabərdir, b-ni bu tərəfə keçirsək b. A bərabərdir b. Deməli, biz b-nin yerinə a, a-nın da yerinə b rahat yaza bilərik. Baxın, a kvadratı bölünsün b kvadratı. A kvadratı b-nin yerinə a yazsaq, a kvadratı bu elədir 1. 3a bölünsün b-də. 3a b-nin yerinə yazırıq a elədir 3. 5b bölünsün a-da, a-nın yerinə gəlin b yazaq, bu da elədir 5. Deməli 1, 3, 5 cəmlərini soruşur, elədir 9. Keçək növbətiyə. Burada bizdən kvadratları istəyir. Gəlin hər iki tərəfi bərabərliyin həm sağ, həm sol tərəfin kvadrata qaldıraq. X kvadratı çıxılsın, 2 vurulsun, x vurulsun, 1 bölünsün x, üstə gəlsin 1 bölü x-in kvadratı. Bu tip misallar adətən bu şəkildə həll edilir. X kvadratı çıxılsın və yetərincə həqiqətən çox qarşınıza çıxacaq bu tip misallar. Bərabərdir 16, x kvadratı üstə gəl 1 bölü x-in kvadratı bərabərdir 18. Sırf 2 dənə qəbul tipli suallar idi. Bəzi tipləri artıq öyrənirik də, yəni gələn səfər bunu verib bunu soruşanda ilk ağlınıza bərabərliyin hər iki tərəfin kvadrata qaldırmaq olacaq. Yəni bəzi tiplər var ki, onlara göz alışqanlığı lazımdır. İndi kvadrat bununla bitdi. İndi gələk kub açılışlarına. Yəni a üstə gəl b-nin mötərizənin kubu, bu da aydındır ki, 3 dənə a üstə gəl b-nin bir-birinə hasilidir. Amma o şəkildə vurub açmaq daha uzun zamanımızı alır, nəinki onları əzbərləmək. Burada nə etmişik? Birincinin, baxın, kubu, a kubu, üstə gəlsin, 3 vurulsun, a kvadratı b. Yəni, birincinin kvadratı vurulsun b. Sonra üstə gəlsin, 3 vurulsun, birinci olduğu kimi qalır, birinci və ikincinin kvadratı üstə gəlinsin, ikinci həddin kubu. Və üstə gəl, üstə gəl, üstə gəl. Toplamada belədir. Çıxmada isə çıxma, üstə gəl, çıxma. Baxın, bu sıra ilə gedir. Eyni qaydadır. Sadəcə işarələr dəyişir. A kubu, 3a kvadratı b, 3b kvadratı a çıxılsın b-nin kubu. Yəni, misal üzərindən göstərək. Birincinin kubu, x kvadratının kubu çıxmadır. Ona görə çıxma qoyduq. Çıxma. 3 vurulsun. Bu qaydadır. Birincinin kvadratı, yəni x kvadratının kvadratı vur 2y. İkinci olduğu kimi qaldı. Üstə gəl 3 vurulsun. Birinci olduğu kimi qaldı. X kvadratı vurulsun 2y-in
kvadratı və çıxılsın ikinci ifadənin kubu. Aydındır. Bu tamamilə əl vərdişidir. İndi sizə çətin görünə bilər. Qəti çətin içinə yoxdur. Tamamilə vərdişdən ibarətdir. X kvadrat üstü kub elədi x üstü 6 çıxılsın 3x üstü 4 yox 6 burada 3 ilə 2 2'ye vurdum. 6x üstü 4 y üstə gəlinsin 6 demirik artıq 2'nin kvadratı 4 4 üçün 12 12 x kvadratı y kvadratı və çıxılsın 8 y-in kubu. Aydındır. Yəni sizdən sadəcə sərgəli şəkildə tələsmədən yazacaqsınız. Birincinin kubunu, sonra ikinci hissəni və s. tələsmədən yazacaqsınız. Yaxşımı? Və nəticə olaraq cavabı alacaqsınız. İndi buradan m kubu plus n kubun hesablamağımızı verib. Gəlin belə bir şey deyək. M üstə gəl n'in kubu düsturun yazaq. Birincinin kubu m kubu. Üstə gəlinsin. 3 m kvadratı n birincinin kvadratı ikinci olduğu kimi qaldı. Sonra 3 mn kvadratı və n'in kubu. Burada baxırıq ki, bizə m üstə gəl n'i verib, mn'i verib. Gəlin belə bir şey deyək. Yazıram. M kubu üstə gəlinsin n'in kubu, yəni bu hissələri yazdım. Buradan bir ortaq məxrəc çıxardaq. Yəni üstə gəl 3mn, m üstə gəlinsin n. Bunu mən bu düsturu bu hala gətirdim. Bu da tamamilə qəbul səviyyəli sualdır. Sonra m kubu üstə gəlinsin n'in kubu. Yenidən yazmağıma ehtiyac yoxdur, amma yenə də yazdım. Artıq gecdi. M üstə gəlinsin n. Qarşısına da yazım. M üstə gəlinsin n'in kubu. İndi m üstə gəli n'i verib bizə 6. 6'nın kubu bərabərdir. M kubu üstə gəl n kubu. Zaten bizdən bunu soruşur. Üstə gəl 3 vurulsun. Mn'i verib 3. M üstə gəl n'i də verib 6. Deməli 6'nın kubu nədir? 36 vur 6. Düzdür. 36. 36'nı da biz 6'ya vurduq da cavabımız 216. 216 bərabərdir. M kubu üstə gəl n kubu. Üstə gəlsin 3 3'ün 9. 9 6'nın 54. 216'dan da biz 54'ü çıxanda 162 eləyəcək. Deməli m kubu plus n kubunun cəmi cavabı neymiş? 162. Bu hissə var ha, yazdığım hissə. Bəzən şagirdlər bunu əzbərləyir. Belə əzbərləyir ki, m plus n'in mörtəzə kubunun həm açılışı budur, yəni bildiyimiz bayaqki düstur, həm də bu şəkildə. Amma dostlar, bunu adlən əzbərləməyinizə yoxdur. Ehtiyac yoxdur. Siz kitablarda da görürsünüz bu düsturu. Əzbərə şəkildə yazıblar. Baxın, bu düstur buradan gəlir. M kubu, n kubu buradan 3m'ni sadəcə mörtəzə xaricinə çıxartmışıq və salam. Yəni əzbərləməyinizə heç ehtiyac yoxdur. Kub açılışlarında, bax, burada mörtəzənin kubudur. Burada isə artıq A kubu çıxılsın B kubu. A kubu üstə gəlsin B kubu. Bunlar cavablardır. A kubu çıxılsın B kubu düsturunda. Yazırıq. A çıxılsın B, yəni olduğu kimi A çıxılsın B və A kvadratı üstə gəlinsin AB üstə gəl B'nin kvadratı. Yəni birincinin kvadratı üstə gəl onların hasili üstə gəlsin B'nin kvadratı. Bu çıxılmasındadır. Toplanmasında isə toplanması yazırıq. Yəni A üstə gəlsin B, sonra da A kvadratı çıxılsın AB üstə gəlsin B kvadratı. Bunları əzbərləyirik. Yaxşı-yaxşı əzbərləyirik. Sadəcə belə əzbərləyirsiniz ki, mənfi olanda da burada birinci çıxma ilə, toplamada da birinci toplama ilə gedir. Sadəcə toplamada sonradan burada mənfi işarəsi var. Burada isə mənfidən sonra toplama işarəsi var. Bu şəkildə belə sizin rahat gələn bir kodlama şəklində kodlayıb öyrənə bilərsiniz. Gələk aşağıdakı misalın izahına. Görək bizdən nə soruşur? Bizdən
soruşduğu şey. Gəlin birincini ortaq bir məxrəcə gətirək. Ortaq məxrəcə gətirdikdə biz buradan alırıq ki, x çıxılsın y, y çıxılsın x. Və yuxarıda alırıq x kubu y çıxılsın x, üstə gəlsin y kubu x minus y. Vurulsun, 1 bölünsün, x kvadratı üstə gəl x y, üstə gəl y-in kvadratı. Dostum, indi baxın, bu hissəyə baxın. Burada görün nə görəcəksiniz. X çıxılsın y. Bilirsiniz də, bunların hamısının arasında vurma var. Baxın, vurma işarəsidir. Və bu. Bu bizə nəyi verir? A, sağ olun. Baxın, bu düsturdur. A çıxılsın B, x çıxılsın y. A kvadratı üstə gəl AB üstə gəl B kvadratı. X kvadratı üstə gəlsin x y, üstə gəlsin y-in kvadratı. Bizə verir. Deməli, bu düsturu. Bu düsturda da hərflər x kubu çıxılsın B kubu şəklindədir. X kubu, y çıxılsın x, üstə gəlinsin. Buradakı mənfi işarənin qabağa ataq gəlin. Bax, mənfi y kubu oldu y çıxılsın x. Burada oldu x kubu çıx y-in kubu və y minus x. Aydındır. Tamamilə qəbul səviyyəli sualdır. Tamamilə 11-ci sinif qəbul sualıdır. X kubu yuxarıdan çıx y kubu, y çıxılsın x. Baxın, y çıxılsın x-i mötərizə xaricinə çıxartdım. Yerdə qaldı x kubu ilə çıxılsın y kubu. Aşağıda x kubu, çıx y kubu və y minus x. Neçə qalmadı ki? Bərabərdir 1. Aydın oldu. Məncə aydındır. Aydın olmasa belə məktəblisinizsə, 7-8 sinif şagirdlərisinizsə, sizə çətin gəlməsi çox normaldır. Özünüzü heç stresə soxmayın. 9-cu sinif şagirdlərimiz isə bu misalı başa düşməyə çalışsınlar. Heç nə eləmədik əslində çətin. Sadəcə ortaq məxrəcə gətirdik. Ortaq məxrəcə gətirdikdən sonra hasilindən gördük ki, bununla bu bizə bir düsturu verir. Yuxarıda sadəcə biz işarəni dəyişmək üçün qarşısına mənfi atdıq ki, bu bizim əvvəlki dərslərimizlə bağlı olan bir şeydir. Sonra da buradan y çıxılsın x-i biz mötərizə xaricinə çıxartdıq. Yenə əvvəlki dərslərimizdən bağlı bir şeydir. Əgər bunları edə bilmirsinizsə, deməli əvvəlki dərslərdə boşluqlar var. Sonra da bərabərdir 1. Ona görə mən hər zaman əvvəlki dərslərin önəmini vurgulayıram dəfələrlə. Çünki bu misalı başa düşmək üçün əvvəlki dərsləri mükəmməl bilmək lazımdır. Əlavə. Bu əlavələr nədir? Bu əlavələr dostlar, bəzən misallarda bizdən A üstə gəl B-nin mötərizə kvadratını verir. Bunu soruşur. A minus B-nin mötərizə kvadratını soruşur. Və yaxud da əksinə. A minus B-nin mötərizə kvadratını verir. A plus B-nin mötərizə kvadratını soruşur. İndi gəlin mən sizə A üstə gəl B-nin mötərizə kvadratını yazaq. A kvadratı üstə gəl 2AB, üstə gəl B kvadratı. Bərabər qoyaq və bunun açılışını yazaq. Yəni A kvadratı çıxılsın 2AB, üstə gəl B kvadratı. Dostlar, A kvadratı, B kvadratı, A kvadratı, B kvadratı eynidir. Fərqli olan nədir? Müsbət 2AB, burada isə mənfi 2AB. Yəni biz müsbət 2AB-nin üzərinə nə gəlsək mənfi 2AB eləyər? Bəli. Mənfi 4AB əlavə edildi. Aydındır. Deməli, A üstə gəlinsin B-nin mötərizə kvadratından 4AB çıxdıqda bizə A minus B-nin mötərizə kvadratını verir. İkinciyə baxaq. Yenə açıq yazıram. A kvadratı minus 2AB üstə gəlsin B kvadratı. Burada yazaq. A kvadratı üstə gəl 2AB üstə gəl B kvadratı. Dostlar, mən bundan A minus B-nin mötərizə kvadratının üzərinə nə gəlsək, A plus B-nin mötərizə kvadratını verər. Baxın, yenə A kvadratı B kvadratı eynidir. Mənfi 2AB-nin üzərinə gəlsək, müsbət 2AB eləyər. Bəli. Üstə gəl 4AB desək, mənfi 2AB ilə müsbət 4AB-nin cəmi
müsbət 2AB edəcək. Deməli, A minus B-nin mötərizə kvadratı üstə gəl 4AB bizə A üstə gəl B-nin mötərizə kvadratını verir. Bunlar da, bu iki düstur da kitabda əzbərə yazılıb ki, güya siz əzbərləməlisiniz. Amma əzbərləməyə gördüyünüz kimi ehtiyac yoxdur. Hardan gəldiyini məncə çox gözəl gördünüz, başa düşdünüz. Müxtəsər vurma düsturları haqqında bu qədər. Biraz əzbərlənməli və amma dərk edərək əzbərlənməli bir dərsdir. Yetərincə məncə izah etdiyimi düşünürəm. Yenə də suallarınız olsa, R bölməsində qeyd edə bilərsiniz. Sağ olun, gələn dərsdə görüşənə qədər.